xarici dil kimi öyrənirsən və məhz padejlarda çox çətinlik çəkirsən. O zaman yaxın əyləş, çünki bu videomda probleminizi həll etməyə çalışacağıq. Rus dilində padejlar forma deyil, məna sistemidir və xarici dil öyrənən tələbələr adətən bu sistemi anlamaq əvəzinə əzbərləməyə çalışır. Ana dilinizin təsiri. Daimi Azərbaycan dili ilə müqayisə edirsiniz. Bəli, Azərbaycan dilində də padejlar var, amma funksiyası fərqlidir. Rus dilində eyni məna fərqli padejlarla ifadə oluna bilər. Я хочу купить дом, но я хочу купить квартиру. Feil və padejların münasibətləri çox dəyişkəndir. Я жду друга, но я помогаю другу. Tələbə danışanda şəkilçilərə fikir vermir. Belə də olar. Əsas başa düşürlər fikri ilə yanaşır. Bu problemləri necə aradan qaldıra bilərik? İlk növbədə padejları sistemli şəkildə öyrənin. Bir padeji tam anlamamış, möhkəmləndirməmiş, növbəti padeja keçməyin. O zaman şəkilçilərdə qarışıqlıq yaranacaq. Gündəlik istifadə etdiyimiz suallar ilə öyrənin. Куда? В школу, в ресторан, на работу. Где? На работе, на уроке, в школе. Кому? Брату, другу, sestre. Daha sonra isə bu suallar ilə kiçik dialoqlar qurub tətbiq edin. Куда ты идешь? Я иду на работу. Где ты? Я на работе. Əmin olun ki, bu şəkildə öyrəndiyiniz zaman siz həm şəkilçiləri daha tez mənimsəyib və rahat şəkildə danışıqda istifadə edə biləcəksiniz. Şəkilçiləri düzgün bilmək, kompleksiz danışmaq deməkdir.